Üç uşağın olub, biri Elgün, iki qız ölüb. Başqa uşağın olmuyor. Xeyr. Yalan Mənim bir danışma. dənə oğlum var. Yalan Elgün. danışma. Mənim bir dənə oğlum var, o da Elgündür. Yalan danışma. Mən yalan danışmıram. Gözünü Yalan çiləcən danışan yalan sənsən. deyirsən. Yalan danışan Hamısı sənsən. bilir. Mən yalan danışmıram. Nədə burada oturan insanlara bir Buradakilardan hörmətim var. danışma, Sadəcə olaraq. Sən Hövsandakilardan yalan danış. danışırsan. Mənim bir dənə uşağım olub. Yalan danışma. Elgün, İki də uşaq olub mu Elgündən Xeyr. başqa? Elgün, İlgündən başqa. Hə, iki dənə qızı olub. Elgün, Bəli. sənin neçə bacın olub? Bir dənə. Bir dənə. Bəs nə oldu? Da deyirdiniz Biri də evdə olub. Yalan deyil. Yadıma Siz gəlir. niyə ana ilə Necə Nailə xanım? Biri də evdə olmuşdu. Hövsanda, mənim yanımda. Yəni onda Elgün yox idi. Yo, onda Elgün balaca idi. Onda Elgün balaca idi. Bəli. Elgün xatırlamır yəni onu. Xeyr. Amma sizə gələn ana qədər olanı xatırlayırmı yəni? Bəli. O buzovnadakı. Bu zonadakı mənə qaçıb gəlmişdi orada. Dedi ki, mama birini öldürüb, qoyub klokun içinə aparıb gecə yarısı bastırıb. Düzdür Elgün? Düzdür. Mən yalan deyirəm, uşaq da yalan deyir. Elə söhbət olmur. Bir də sən düz danış. Bir uşaq da sizin yanınızda oldu. Bəli, Allaha and olsun. Həkim bir də qız çağırdınız uşağı. mı? Bəli. Yox. Həkim çağırdınız mı yoxsa? Həkim çağırdım, gəldilər, bir dənə göbəyini kəsdilər, çıxdılar, getdilər. Dedim, bir dənə kağız verin. Dedim, belə elə də Yalan lazım söhbət deyil deyil. kağız. Çıxdı, elə şey ola getdilər. bilməz. Kağız Heç nə vermədilər, heç nə vermədilər. Vermədilər. Keçən Yaxşı, də o sonra o söhbət uşağın açmışdı, amma taleyi yalan necə söhbət oldu? demirəm. Uşaq da O uşağın axşam taleyi yatdı, necə oldu? səhərə yaxın uşağın ağzından köpüyü gəldi. Dedim buna ki, Elə dur. doğulan günü. Yox, onda bir damcı Böyüdü də. bir damcı bölmüşdü də uşaq. Aha. Qayıtdım buna dedim ki, səhərə yaxın. Mən də işə gedirdim. Dəmir yol idarəsində işləyirdim, xadimə işləyirdim. Qayıtdım buna dedim ki, dur ayağa, uşağın ağzından köpüyü gəlir. Əşi nə olsun, nə olar da. Dedim dur ayağa, gedək həkimə. Mən də oturdum, taksi çağırdım, getdim taksi. Uşağı bağladım, yolda uşaq keçindi. Bəlkə sizin əlinizdə ölüb Xahiş onda edirəm, uşaq. lütfən, mən söz verəcəm o uşaq Elmir bəy. mənim, bir dəqiqə gözlü. O uşaq mənim əlimdə öldü, qız uşağı. Sonra mən apardım onu meçdə, Suraxanskın meçdinə. Apardım orada molla yudu, orada yudular, molla çağırdım. Gəldi Suraxanın qəbirstanlığa. Orada gəldi, öz qabağında bir dənə də oğlan dayanmışdı yanında. Gəldi, Oğlan kim idi? Bilmirəm, onun tanışları idi. Gəlib qaqqıldı vururlar. deyir. Molla Elə bir deyir şey ki, olmuyor. ay qızım, şey oxuyuram. Mikrofonu yaxın tutun. Deyir, yazısını oxuyuram. Nə qaqqıldıyırsan? Belə elədi, əşi nə olar? Biri də olar da. Hə, Mollaya dedi. hə, molla. Yaxşı Molla Nailə xanım, siz o uşağı bastırdığınız yeri xatırlayırsınızmı? Mən biləm ki, Suraxanskıdadır, qıraqda. Yox, siz bilirsiniz. Mənimlə getsəz, oranı xatırlayacaqsınızmı? Suraxanın qəbirstanlığı, mən biləm ki, onun axırı tərəfindədir, bastırmışam. Yəni biz getsək Bəli, xatırlayasın. bəli. Aydın. Mən heç vaxtı yalan danışma. Gedək, ha vaxt deyirsiniz, gedək mən göstərim hardadır. O Həmən. yalan deyir, nə var hamısı yalan deyir. Yalan deyil. Bu neçənci ildə baş verir? Bilməm valla neçənci ildə idi. Yalandır. Təqribi neçə il əvvəl olar? İndi Elgün balaca idi də. Mikrofonu yaxın. Balaca idi Elgün. Üstündən neçə il keçmiş olar? 5 il, 3 il, 7-8 il, bütün iki hər il- şeyi xatırlayırsınız. 1, 2, 3 il keçər. Üzr istəyirəm ay xanım, o Bəli, ifadəmə 2 il qaqqıldama zad keçər də deyirsiniz, belə. mollanın verdiyi iradə deyirsiniz, amma deyirsiniz ki, tarixi bilmirəm. Dedi, Bir. mən hardan bilim? Əgər- 1 il, 2 il mən hardan bilim? O istəyir ki, onu Necə yəni 1-2 il? Bastırmışam mən nə bilim? Hə? Bastırmışıq indi mən nə bilim? Ay, 1 il, 2 yoldaş, il. Uca siz- dördündür daşı keçib. 4 il Yoldaş, keçir. Hə, uca keçir. Onda belə çıxır ki, 2020-2021-ci illər olub da bu. Bəli, bəli. Neçə aylıq idi uşaq? Təzə doğulmuşdu Neçə da. ay keçmişdi? Körpə idi, balaca idi. Göbəyini kəslər, 2 aylıq oldu. Ha, Sonra ondan sonra Deyirəm də, yəni özündən- körpədir, 2 aylıq, 3 aylıq körpə uşaq Hə. sizin qucağınızda keçindi. Əlinizdə yox, Bəli, qucağınızda. yolda, Simaşkaya gedəndə yolda keçin. Yaxşı, onun ölümünlə, doğumunla bağlı sənədi var idi, Naidə? Bu oğlunda sənədləri var, amma mənim uşağım uzadıb olmur.
Yalan danışmır. Bir dəqiqə, bir Görsən? dəqiqə, Necə necə? bir dəqiqə, bir Necə? dəqiqə, bir dəqiqə. Doğulma sənədi var, amma sənin uşağın Yox, deyil. Elgün mənim uşağımdır. Hə. Elgündən söhbət edirəm. Elgün metrikasda var məndə, Nigar anada da var. Qızım, Buyur. bax, sən çox ağıllı. Bəzən görürəm yazırsınız. Deyirsiniz ki, Nahidənin, Aybelin, mən sizə deyirəm, heç bir problemin nə xəstə deyil, nə psixoloji problemin, nə də heç nə. Yalanı, ay qız. Bir saniyə. Bu şeyləri də yazmayın yalanla. O çox sağlam, çox gözəl, manipulyasiya edən, o taktik gedişlər edən, hətta mən deyərdim ki, inanın bəzi məqamlarda bir çox insanlardan daha doğru anında qərar verib yol gedən biridir. Ona görə, yəni mən Nailə xanım deyiləm. Mənə doğruları deyəcəksən. doğruları Mən onsuz da sənin yanındayam. Təşəkkür edirəm. Çox Mən sağ ol. onsuz da Bilirəm ki, mən- sənə kömək etmək istəyirəm. Təşəkkür edirəm, bilirəm. Sənin bütün mənalarda, baxıram insanlar da yazır, kömək eləmə deyir, amma mən kömək eləyəcəyəm. Təşəkkür edirəm. Çox Mənim sağ ol. düşünürəm ki, yıxılan bir insanı vurmaq çox asandır. Onu hamı bacara bilər, amma yıxılan, səhv edən bir insanın əlindən tutmaq, onu düzgün yola yönləndirmək, ona yeni bir yol cızmaq hər insanın işi deyil. Ürəyində Allah xofu olan, qəlbində mərhəmət hissi olan insan yıxılan, yanlışlıq edən bir insana yardım edə bilər. Mən də Allahdan qorxduğum üçün düşünürəm ki, bu qadına bir düz yol göstərim, amma bir şərtlə. Mən istəmirəm bunları açım. Yox, açmalısınız. Niyə mən gətirib bunları açmalıyam? Özünüz deyin də. Yox, açmalısınız. xoş Kimsən gələn. sən, kimsən sən, kimsən o. Heç vaxt deməyəcək, özləri etiraf eləməyəcək. Və bu gün də bunu analizin cavabı. Nailə xanım, nə sən mənə demə açma. Nə Elgün deməsin, nə də sən demə. Bunu açım, qoy tamaşaçılar da hər şeyi görsün. Mütləq. Elə Qısa bir faktlarla ara. açılmalı.